2010-cu il oktyabrın 27-sində Qaradağ rayon ərazisində baş vermiş avtomobil qəzası nəticəsində Poligon İnformasiya Agentliyinin və Milli Yol Qəzetinin vəfat etmiş redaktoru Şahin Ağabəylinin ölüm faktı ilə bağlı aparılmış avtotexniki ekspertizanın nəticəsi məlum olub. Bu barədə bugün Obyektiv TV-yə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiki Vaqif Nəcəfov məlumat verib. Onun sözlərinə görə ekspertiza nəticəsində qəzanın avtomobili idarə edən Aqil Ələsgərlinin səhvindən baş verdiyi təsdiqlənib. Ekspertiza nəticəsində baş verən qəzada Aqil Ələsgərli ağır xəsarət aldığı və hal-hazırda da yataq xəstəsi olduğuna görə tibb ekspertizası onun sərbəst şəkildə məhkəmə qarşısına çıxmaq imkanı olmadığını göstərib. Bundan da belə nəticəyə gəlinir ki, təqsirləndirilən şəxs sərbəst şəkildə hakim qarşısına çıxa bilmirsə, iş qeyri-müəyyən müddətə uzadılır. Habelə qeyd edək ki, bugün Şahin Ağabəylinin doğum gününə əlaqədar olaraq dostları və jurnalist həmkarları Ümid Partiyasının qərargahında mərhum jurnalistin anım günü ilə bağlı toplantı keçirdilər. Toplantıda Ağabəylinin yaxın dostları, həmkarları onunla bağlı düşüncələrini və xatirələrini tədbir iştirakçılarla bölüşdülər. Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı, Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid, yaxın dostu Anar Qəraylı və digərləri mərhum barəsində ən xoş xatirəni yada salaraq onun ölümünü mətbuat üçün böyük itki hesab edildiklərini qeyd etdilər. Tədbir iştirakçıları sonunda Şahin Ağabəylinin ailəsinə hər tərəfli dəstək olmaq və evlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməli olduğunun vacibliyini vurğuladılar.